Salam hörmətli tamaşaçılar. Efirdə Xalq Seçir, studiyada Füzuli İsmailovdur. 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür. Qanunvericiliklə müəyyən edilmiş qaydada prezident seçkiləri ilə bağlı seçki qabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Elə bu qaydaya uyğun olaraq dünəndən təşviqata start verilib. Bildiyiniz kimi təşviqat dövründə ödənişsiz efir vaxtı ictimai televiziya və ictimai radiodadır. Artıq dünən ictimai radioda ilk debat keçirildi və bugün ictimai televiziyada Mərkəzi Seçki Komissiyasının qərarı ilə qeydə alınmış prezidentliyə namizədlərin təşviqatına həsr edilmiş dəyirmi masaya başlayırıq. Qeydə alınmış namizədlər üçün hər həftə 6 saat, 3 saat ictimai televiziyada, 3 saat ictimai radioda ödənişsiz efir vaxtı ayrılıb. Təşviqat dövründə hər dəfə 1 saat olmaqla hər həftənin tək günləri, bazar ertəsi, çərşənbə və cümə günləri saat 21-də ictimai radioda, cüt günləri 2-ci, 4-cü və şənbə günü saat 19-da ictimai televiziyada prezidentliyə namizədlər üçün dəyirmi masalar təşkil olunur. Bir daha nəzərinizə çatdıram ki, Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə 10 namizəd qeydə alınıb. Xatırladırıq ki, ödənişsiz efir vaxtı namizədlər arasında bərabər əsaslarla bölünür. Hər dəyirmi masada hər bir namizədin təşviqatına 6 dəqiqə vaxt düşür. Mərkəzi Seçki Komissiyasının qərarına müvafiq olaraq sentyabrın 6-da püşkatma keçirilib. Püşkatmanın nəticəsinə görə sözvermə ardıcılığı üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş. Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış prezidentliyə namizəd Zahid Oruc. Buyurun. Əziz həmvətənlər, Azərbaycanda keçid dövrü başa çatıb və müstəqil dövlətimiz qurulub. Ölkəmizin varlığına, mövcudluğuna olan bir çox təhlükələr arxada qalıb. Bundan sonra hər birimizin bütövlükdə bir xalq olaraq vəzifəsi bu dövləti qoruyub saxlamaq, onu inkişaf etdirmək və irəliyə aparmaqdır. Prezident seçkiləri bu baxımdan çox böyük önəm daşıyır. İstər namizədlər, istərsə də onların tərəfdarları ən yaxşı ideyalarını, ən yaxşı baxışlarını, ən yaxşı təkliflərini bu məqamda, bu dönəmdə irəliyə sürə bilərlər. Çünki millətin gələcək həyatı üçün, onun 5 il, 10 il sonraki dönəmi üçün məhz bu ideyalar yararlı olacaqdır. Əks halda, İctimai televiziyanın bu efirini sadəcə məhkəmə salonuna çevirməklə, burada hansısa bir NKVD müstəntiqi janrında, üslubunda çıxışlar eləməklə xalqın səsini qazanmaq olmaz. Çünki insanları ittihamlara, bir-birini sadəcə suslandırmalara məruz qoyub da millətin gələcəyini təmin eləmək mümkün deyil. Əziz həmvətənlər, mən çox arzuluyuram ki, 9 oktyabrda siz seçkilərə gedərkən 4 amili, 4 məsələni nəzərə alasınız. Onlar mənim aləmimdə aşağıdakı kimidir. Birinci 10 il bundan öncəki dövrü bir göz önünə gətirin. O dövrdə Ulu Öndərdən sonra Azərbaycanın gələcəyi necə olacaqdır? Bizi Fələstinin aqibəti gözləyirmi deyə bir ehtimallar, təhlükələr, perspektivlər vardı. Şükürlər olsun ki, o dövr arxada qalıb. Artıq nəinki orta və yaşlı nəsil, gənc nəsil, elə bu günlərdə məktəblərə gedən ən belə körpələrimiz də Azərbaycan bayrağına sarılıb bu dövlətin gələcəyinə inanırlar. Bu bizim üçün, hamımız üçün fəxarət mənbəyidir. İkinci, istər demokratik adlandırın, istər azad cəmiyyət adlandırın. O cəmiyyətlərdə hakimiyyət dövlət quruculuğuna təkcə məsuliyyət daşımır. Orada bütün siyasi qüvvələrin məsuliyyəti var. Bu məsuliyyəti əslində biz onunla ölçmürük ki, onlar hökumət qədər hansısa məsələyə cavabdehlik daşıyırlar. Xeyr. Amma məsələn, biz demirik ki, Zaqatalada zəlzələ baş verib, birinci həmin qüvvələr özlərini çatdırsınlar oraya. Yox, onların texnikaları yoxdur, onların buna səlahiyyətləri yoxdur, bunu etməsinlər. Biz demirik ki, Kürd daşqınları baş veribdir, orada hansısa bir siyasi qüvvələr geçsin, iştirak eləsin, buna əllərini uzatsınlar, orada hökumətlə çiyin-çiyinə dayansınlar. Yox, bunu da eləməsinlər. Biz əgər ölkənin ekoloji həyatına, hansısa bir ağac əkimi kampaniyasına, siyasi qüvvələrdən nəsə gözləyiriksə, bunu da eləmirlərsə, yaxşı, qoy bu ölkədə müxalifət ağacı bitməsin. Amma bir əlil evinin ziyarəti nədir? Bir ahıl evinin ziyarəti nədir? Ax, bunu ki, eləyə bilərlər. Bir intellektual yarış keçirə bilərlər. Buna bənzər ölkənin beynəlxalq və regional həyatında iştirak edə bilərlər və beləliklə də göstərə bilərlər ki, onlar Azərbaycan üçün çox böyük yararlı iş görürlər. Əks halda sadəcə bəyanat verirlər, sadəcə müsahibələr təqdim edirlər. Bu isə heç bir halda böyük iş sayıla bilməz. Əziz həmvətənlər, üçüncü mənim anlamımda irəliyə sürdüyümüz prinsip, istək ondan ibarətdir ki, əlbəttə siyasi hakimiyyət uğrunda mübarizə hər zaman gedəcəkdir. Bu, istənilən qüvvənin konstitusiyon haqqıdır. Ulu Öndər zamanında deyirdi ki, hakimiyyət təkcə şirin deyil, həm də
müəyyən mənada acıdır. Amma bu acılıq heç kimin, necə deyərlər, gözünə görünməyə bilər. Bunun uğrunda savaş apara bilərlər. Ancaq mən çox arzuluyuram ki, siz baxasınız ki, o qüvvələrin bir komandası varmı, lideri varmı, ölkənin regional və beynəlxalq həyatına dair baxışları mövcuddurmu? Və yalnız bunun kontekstində siz dəyər verəsiniz. Hansısa bir qərbin agentura şəbəkəsi kimi fəaliyyət aparan, yaxud da ki, çox tez öz qütblərini, region dövlətlərini dəyişən təşkilatlardan siz ölkənin gələcəyini gözləməyin. Yəqin ki, söhbətimizin qalan hissəsində mən bu məsələyə daha detallı toxunacağam. Mənim dördüncü söyləmək istədiyim məsələ bitərəf namizəd olmağımla bağlıdır. Bitərəflik heç bir halda hansısa konkret bir qüvvənin, necə deyərlər, mövqeyini büsbütün qəbul eləmək deyil. Bəli, mən öz baxışlar sistemimə görə Ulu Öndərin adı ilə bağlı olan, onun ruhu ilə bağlı olan kursu müdafiə edirəm. Bu mövqedə heç bir təftiş aparıla bilməz. Mənim məqədəm stabildir. Amma məndən soruşsaz, siz bu seçkilərdə hansı ideyaları cəmiyyətə çıxarmaq istəyirsiniz? Mən onu məmnuniyyətlə deyərdim. Onlardan birincisi belədir. Bizim 9 görüşümüzdə 9 ideyamız olacaqdır. Birincisi, məndən soruşsaz, siz deməli, hansı hökuməti istəyirsiniz? Dəyişən hökuməti, yeni hökuməti, yoxsa asan hökuməti? Mən deyərdim asan hökuməti. Çünki hansısa kadrların dəyişməsi bəzən keyfiyyətli iş yaratmır. Bəzən açıq söyləmək lazımdır. Cəzalandırma, kütləvi qovma da nəticəyə aparmır. Vətəndaş məmur konfliktini həll eləmək üçün Azərbaycan dövləti, onun rəhbəri 2013-cü ildə çox unikal, çox gözəl bir addım atıldı. Bu şəffaf bir asan xidmət meydana çıxdı. Amma insanlar soruşa bilər. Bizim üçün məqbuldurmu elə bütöv hökumət asan xidmətə keçsin? Əlbəttə, biz bunun tərəfindəyik. Amma bir şərtlə. Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və silahlı qüvvələr asan xidmətə keçə bilməzlər. Onlar asan modeldə çalışa bilməzlər. Açıq qapı siyasəti yürüdə bilməzlər. Bilirsiniz ki, onların işi məxfi xarakterdədir. Mən belə hesab edirəm ki, bax, bütün bu məqamlar üzərində biz seçkilərə getmiş oluruq və sonucu ideyalarımız qazansın deyirik. Sonucu xalqımız qazansın deyirik. Qalan 24 saatı sonra istifadə edəcəm. Zahid bəy, sizin 22 saniyə vaxtınız qaldı. Sırada isə Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. Buyurun. Hörmətli televiziya tamaşaçıları, dəyərli seçkilərimiz. Yeni Azərbaycan Partiyası 2013-cü ilin seçkiləri kampaniyasına İlhamla irəli şüarı ilə qatılıbdır. Xatırlayırsınızsa, 2008-ci ildə də Yeni Azərbaycan Partiyası bu şüarla seçkilərə qatıldı və hörmətli seçkilər sizin dəstəyinizlə böyük uğur qazandı. Biz yenə də bu şüarla seçkilərə qatılırıq. Çünki 2008-ci ildən başlayaraq bu şüarın həyata keçirilməsi nəticəsində Azərbaycan möhtəşəm, əzəmətli bir inkişaf yolunu keçə bildi. Azərbaycan böyük dəyişiklərə imza atdı və Azərbaycan İlhamla irəli şüarının uğurlarını, faydalarını gördü. Bugün də görməkdədir. Bu səbəbdən biz belə hesab elədik ki, vətəndaşlarımıza, Azərbaycana, ölkəmizə, xalqımıza fayda və uğurlar gətirən İlhamla irəli şüarını yenə də təkrar edik. Yenə də bu yolla inkişafa, yüksəlişə, tərəqqiyə, daha gözəl həyata doğru addımlamağa başlayırıq. Azərbaycan xalqı həmişə müdrik qərarlar qəbul etməyi bacarıbdır. Tarixinin çətin anlarında belə qərarları qəbul etməklə fəlakətlərdən xilas ola bilibdir. 1993-cü ildə Azərbaycan xalqının müdrik qərarı ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı fəlakətlərdən, real fəlakətlərdən xilas elədi. İnsan səfalətdən xilas oldu. Azərbaycanda bugünkü Azərbaycanın formalaşması üçün fundamental əsas yaradan islahatlar həyata keçirildi. Sonraki mərhələlərdə isə Azərbaycan bu islahatların həyata keçirilməsi, davam etdirilməsi nəticəsində yeni bir cəmiyyətin qurulmasına nail oldu. Bu barədə dərin məsalarımızda bizim növbəti həftələr, günlər ərzində kifayət qədər geniş danışmağa imkanımız olacaqdır. Və güman edirəm ki, biz öz proqramımızı hörmətli seçkilərimizə ətraflı şəkildə təqdim edə biləcəyik. Davam eləmək istəyirəm sonra. Əli Əhmədov, sizin 3 dəqiqə 54 saniyə vaxtınız qalır. Sırada isə prezidentlərin namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə. Buyurun.
Axşamınız xeyir, möhtərəm televiziya tamaşaçıları, hörmətli seçicilər. Düz 5 il bundan əvvəl bu studiyadan sizlərə müraciət etmişdim və Azərbaycanın problemlərini sadalamışdım. O zaman istər sosial sferada, istər hüquq və azadlıqlar, istər ordu və məhkəmə, istərsə də Azərbaycan cəmiyyətini narahat edən ümummilli problem kimi Qarabağ probleminin növbəti 5 ildə bu hakimiyyət qalacağı təqdirdə həll olunmayacağını çox aydınca sizə bəyan etmişdim və keçən 5 il ərzində dəyişən nə varsa bugün onu sizdən yaxşı bilən yoxdur. Hörmətli iqtidar nümayəndələri çıxışlarında çox rahatca hər şeyin çox gözəl olduğunu bəyan edirlər. Mən hesab eləmirəm ki, seçici buna inanır. Mən hesab etmirəm ki, seçici bunu doğrudan da Azərbaycanda sosial vəziyyətində, Azərbaycanda insan haqlarının vəziyyətində yaxşılaşması və problemlərin həll olunması qəbilindən hesab edir. Azərbaycan seçicisi birinci növbədə öz yaşayışına baxır. Dəyişibmi? Azərbaycan seçicisinin problemləri həll olunubmu? Fərz edək ki, hər şey deyildiyi kimidir. Amma yenə də bir sual ortaya çıxır. Azərbaycan seçicisi, sən bu həyatından razısanmı? Və mən əminliklə ifadə edirəm ki, Azərbaycan seçicilərinin böyük bir hissəsi öz həyatlarından narazıdır. Narazı olmağa kifayət qədər əsas var. Müəllimlərin, həkimlərin, tələbələrin, gənclərin, ziyalıların, təqaüdçülərin, işsizlərin problemləri dünənkindən bir qədər də ağır vəziyyətdədir. Bugün Azərbaycanda bank sektoruna borçlu olmayan bir nəfər vətəndaş belə az qala yoxdur. 80% vətəndaşımız bugün regionlarda, Bakı şəhərində bank sektorlarına borçludur. Nədənsə amma Azərbaycan cəmiyyəti dəyişməkdən çəkinir. Azərbaycan cəmiyyəti dəyişməyi pozitiv şüar kimi qəbul etmir. Dəyişməyin özünə biraz qorxu ilə yanaşır. Bəlkə ötən illərin təcrübəsi, bəlkə ötən illərdə buraxılan səhvlər, bəlkə o dəyişməyin nəticəsində itirdikləri onu narahat edir. Amma hesab edirəm ki, dəyişməyən ölkələrin də sırasına diqqət edək. Hansı ölkələrdə dəyişikliklər olmayıbsa, hansı ölkələrdə hakimiyyətlər dəyişməyibsə, orada insan haqları pozulub, orada diktatura sistemləri yananıb, avtoritar rejimlər möhkəmlənib. Hansı ölkədə dəyişikliklər olubsa, hansı ölkələr bu pozitiv şüarı qəbul edibsə, nəticədə inkişaf var. Bugün qəbul etdiyimiz, dəyərlərinə hörmət etdiyimiz demokratik dünya anlayışı var. Və o demokratik dünyanın bütün ölkələrinin hamısında hüquqlar müəyyən məhdudiyyətlərlə verilir. Prezidentlər müəyyən məhdudiyyətlərlə seçilir. Siz məgər dəyişən dünyada Amerikanın yerini və rolunu, Avropa ölkələrinin yerini və rolunu bilmirsinizmi? Onların bugün dünyaya demokratiya örnəyi, insan haqlarının qorunması istiqamətində verdikləri mesajlar, insanların rifah halının yaxşılaşması, insanların özlərini azad cəmiyyətdə hiss etməsinin şahidi deyilsinizmi? Sizcə o ölkələrdə doğrudanmı hüquqşünaslar, insanlar 8 ildən bir, 10 ildən bir maksimum öz prezidentlərini dəyişməklə, 2 dəfəlik limit tətbiq etməklə dəyişikliyin qazancını əldə etməyiblər? Bütün bunların hamısı onlar görə-görə, bilə-bilə yedirlər. Sizcə təkcə hakimiyyətlər pisdir deyə dəyişirlərmi? Yox, hakimiyyətlər pis olmasın. Gələcəkdə avtoritarizm, totalitar rejimlər hakimiyyətdə möhkəmlənərək bir yerdə qalıb da xalqın qazancını əldə etmək üçün artıq insarlaşmış bir sistem yaratmamaqdan ötürü dəyişirlər. Mənim Amerikada 8 ildən sonra prezident seçkilərini təkcə ona görə dəyişirlər ki, məhz həmin prezident pisliyi yox, pis olmaya da bilərdi, hətta xalqın mənafeyini də ifadə edən siyasət yürüdə bilərdi. Amma həm də ona görə dəyişirlər ki, dəyişməyən hökumətlər, dəyişməyən hakimiyyətlər getdikcə daha çox avtoritarizmə yuvarlanır. Bugün biz sizə səslənirik, əziz seçicilər. Növbəti həftələrdə proqramımızı açıqlayacağıq, proqramımızı deyəcəyik. Əslində, proqramın ciddi şəkildə səslənməsinə də ehtiyac yoxdur. Çünki Azərbaycanda bugün sosial vəziyyət, insan haqlarının vəziyyəti, məhkəmənin, ordunun, polisin vəziyyəti elə bir həddədir ki, artıq sizlər bunu dəyişməsəniz, onlar hər gün sizin həyatınızı pisliyə doğru dəyişəcək. Amma buna rəğmən biz yenə də proqramımızı elanlayacaq. Amma bugün buradan sizə səslənirəm. Dəyişmək lazımdır. Dəyişməkdən qorxmaq lazım deyil. Seçkiyə münasibətimizi dəyişmək lazımdır, insanlara münasibətimizi dəyişmək lazımdır, siyasətə münasibətimizi, namizədlərə münasibəti, nəhayət hakimiyyətə münasibəti dəyişmək lazımdır və seçkiyə gedib bu hakimiyyətin getməsi üçün seçici səsindən istifadə etmək lazımdır. Bugün Azərbaycanın problemləri içərisində ən çox sizi narahat edən stabillik məsələsidir. Stabilliyin pozulacağından narahat olursunuz. Stabilliyin necə əldə olunması məsələsinə toxunmuram. Ola bilsin ki, gələcəkdə ordu
daxili işlər və məhkəmə sistemindəki islahatlarla bağlı məsələlərdə buna toxunacağım. Amma məsələnin əsas mahiyyəti budur ki, stabillik bu tipli ölkələrdə bəzən 20 ildə davam edə bilir. Amma 20 ildən sonra gələn qeyri-stabillik nəticə itibarilə ölkəni elə bir təratümə sürüklüyür ki, o təratümdən kimsə qurtula bilmir. Bugün dəyişmək məsələsi ortaya çıxan kimi yaxın şərq ölkələrini sizə misal gətirirlər. Yaxın şərq ölkələrindən nümunələr götürürlər ki, baxın orada dəyişdilər, necə oldu? Bəli, 20 il, 25 il, 30 il, 35 il iqtidarları dəyişməyəndə sonu hökmən elə olur. Biz sonumuzun o cür olmaması naminə bugün sizi dəyişikliyə səsləyirik. Sonumuzun o şəkildə faciəvi, o şəkildə qarşıdurma ilə olmaması üçün sizi dəyişikliyə səsləyirik. Biz bundan sonraki mərhələlərdə hakimiyyətlər nə qədər uzun ömürlü olacaqlarsa, onun verə biləcəyi fəsadlara görə dəyişməyə çağırırıq sizi. Biz dəyişməyə ona görə çağırırıq ki, Avropada, demokratik dünyada, Amerika Birləşmiş Ştatlarında müddətli dəyişikliklərin hamısı rifaha, insanların azad cəmiyyətdə yaşamasına gətirib çıxarıb. Bax, buna rəğmən biz sizi dəyişikliyə çağırırıq. Dəyişiklik sizi qorxutmamalıdır. Dəyişiklik cəmiyyəti negativ hadisələrin nümunəsi kimi təqdim olunmamalıdır. Hörmətli həmkarlarım da bu dəyişiklikdən sonra məndən sonraki çıxışlarında bunu misal gətirməməlidir. Mən Azərbaycan cəmiyyətini bir mənalı olaraq dəyişikliyə və Ümid Partiyasının namizədi ilə dəyişikliyə çağırıram. Sağ olun. İqbal Ağazadə onun təşviqatı üçün ayrılmış efir vaxtı bitdi. Növbədə Prezidentliyə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas İsmailovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimovdur. Buyurun. Təşəkkür edirəm. Axşamınız xeyir, hörmətli seçicilər. Bugün mən Mütəllim Rəhimov, Prezidentliyə namizəd iddiası qədər ləyaqətli, ləyaqəti qədər iddialı İlyas İsmailovu təmsil edirəm. Bizim bu ilki prezident seçkilərinə qoşulmaqda əsas niyyətimiz ondan ibarətdir ki, biz burada yeni bir fikri, yeni ideyanı, yeni qüvvəni xalqımıza, seçicilərə təqdim eləyək. İndiyədək ölkədə bir çox namizədlər irəli sürülüb və onlardan 10 nəfəri qeydiyyata alınıb. Bir tərəfdən baxanda Azərbaycanda çox sayılı namizədlərin olmağı olduqca təqdirə layiqdir. Bu o deməkdir ki, Azərbaycan xalqının potensialı yüksəkdir. Azərbaycan xalqı iddialıdır. Azərbaycan xalqı qürurludur və öz içərisindən daha çoxunu prezidentliyə layiq görür. Amma məsələ bundadır ki, artıq bir seçim anıdır, bir seçim vaxtıdır. Seçicilər məhz bu 10 nəfərin içərisindən ən yaxşı və ən layiq olanı seçməlidirlər. Və ona görə də mən istəyirəm ki, təmsil elədiyim İlyas İsmailovun parametrlərini seçicilərə təqdim edeyim ki, digərlərindən fərqini üzə çıxararaq məhz İlyas İsmailova niyə səs verməli olduqlarını müəyyənləşdirsinlər. Birinci ona görə ki, İlyas İsmailov hansısa bir varlı ailənin, hansısa bir dəstəyin sayəsində irəli çıxmayıb. Bu öz gücü ilə, öz zəhməti ilə və öz potensialı ilə önə çıxıb. Azərbaycanda keçmiş Sovet dönəmində SSR dövlətində, böyük bir imperiyada, imperiya rəhbərliyində işləyən iki şəxsdən biri yalnız İlyas İsmailov olub. İlyas İsmailov SSR rəhbərliyində siyasi vəzifə tutub. Çox böyük dövlətçilik təcrübəsinə malikdir. Və indi də prezidentliyə namizədliyini irəli sürənlər arasında indiki prezidenti çıxmaq şərti ilə heç birində bu qədər dövlətçilik təcrübəsinin olduğu görsənmir. İlyas İsmailov digər tərəfdən qeyd eləmək olar ki, hüquq elmləri doktorudur. Bir alim kimi cəmiyyətə çıxış eləyir, təqdim oluna bilər. Bu da ondan ibarət ki, İlyas İsmailov cəmiyyətin və dövlətin problemlərinə eyni zamanda bir alim kimi, bir ziyalı kimi yanaşa bilər. İlyas İsmailov həmçinin rütbəcə general leytinantdır. Bu ordunun, hərbi qüvvələrin problemlərini bilir və bu sahədə da dövlətimizə olduqca böyük fayda verə bilər. Mən bu parametrləri müqayisə eləməyi və bundan başqa mühüm dövlət vəzifələrində yüksək postlar tutmasını, təkcə nəzəri yox, eyni zamanda praktiki qabiliyyətə malik olmasını müqayisə eləyərək namizədlər arasında seçim etməyinizi xahiş edərdim. Davam edəcəm. İlyas İsmailovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov, sizin 3 dəqiqə 26 saniyə vaxtınız qalır. Bir daha xatırladıram ki, Mərkəzi Seçki Komissiyası sentyabrın 16-sında püşkatma keçirib və püşkatmaya uyğun olaraq söz vermə ardıcılığı ilə sırada Prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevdir. Buyurun. Axşamınız xeyir, hörmətli seçicilər, hörmətli televiziya tamaşaçıları. Biz bu 3-cü səfərdir bu studiyada öz prezidentliyin namizədlər sırasında öz fikirlərimizi xalqımıza çatdırırıq. Mən bugün istərdim ki, başqa yoldaşlardan fərqli olaraq Azərbaycanda milli hakimiyyətlə milli müxalifət məsələsinə toxunum. Yəni bu mənim
aparacağım siyasi xətt, gələcəkdə seçiləcəyim halda, prezident seçiləcəyim halda aparacağım siyasi xətt olacaqdır. Burada bəzi yoldaşlar çox belə gözəl fikirlər ifadə edirlər. Mən istərdim ki, o fikirlərin əksəriyyəti belə deyək, xarici dövlətlərin səfirliklərində yazılmış konsepsiya olmasın. Azərbaycanın milli maraqlarını, Azərbaycan xalqının ürəyindən gələn fikirlər olsun. Biz nətərdir? Bəzi insanlar bugün özünün gələcəyini hər hansı bir xarici səfirlikdə axtarır, xarici dövlətlərdə axtarır. Bu əsla belə deyil. O insanlar axtarır ki, onlar xalqın arasına getmirlər, xalqdan heç bir dəstək ala bilmirlər. Adicə imzalarını toplamaqdan ötəri hakimiyyətin müəyyən qollarınla, müəyyən şərtlər daxilində belə necə deyirlər, müqavilələr bağlayırlar. İndi bunların hamısını bizə istəyirlər ki, açdıraq, tökdürsünlər ki, kim kimdir. Və elə qəhrəmancasına danışırlar və istəyirlər ki, biz də bütün məsələləri açıq ki. Amma mən bunların hamısını açıq şəkildə deməyə özümə boş bilirəm. Ona görə ki, bu səfər mənim 3-cü dəfə prezidentliyə namzədliyimdir. Mən hər halda milli hakimiyyətin dövründə də nazir işləmişəm və mən düşünürəm ki, bizim bütün cəbhəçilər də, indi bəzi qurumlar yaradıqları orada olan yoldaşlar da öz səslərini mənə verəcəklər və elə onların ilə vahid namzədi mən olsam daha yaxşı olar. Onların içində bəziləri düzdür, indi hər halda bizim komandada ola bilməz. Ona görə Şəfqət Elçibəy rəhmətliyin komandasında oldular və hakimiyyəti devirdilər. Biri bir partiya yaratdı, biri orada yurt cəryanı elətdirdi və Azərbaycanda milli hakimiyyəti devirdilər. Özləri devirdilər. İndi istəyərdim ki, həmən qüvvələr bu səfər özlərinin belə deyək olmayan şanslarından kənara çəkilsinlər. Elçibəy yolu demirlər. Elçibəy yolunda biz də buradayıq. Onun komandasında olan burada 3 nəfər əyləşibdir. Elə mənim 3-cü səfər namzədliyimi dəstəkləyərdilər. Elə həmin yoldaşlar satsa orada çox böyük paposla müəyyən sahələrdə olan inkişafı gələcəkdə nail olacaq deyən insanları mən öz komandamda gələcəkdə təmsil etdirdim. Amma mən istəməzdim ki, onlar axşamat Amerika səfirinin qabağında o çərək gözləsinlər görək səfir bizə nə deyəcəkdir. Və yaxud istəməzdim ki, gedib müəyyən başqa dövlətlərdə erməni diasporasının verdiyi stol arxasında qonaqlıqda oturub viski içib Azərbaycana qara yapmışsınlar. Mən öz fikirlərimi bundan sonra davam etdirəcəm. Qeydə alınmış prezidentlərin namizəd Hafiz Hacıyev 3 dəqiqə 18 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərində qeydə alınmış namizədlərin təşviqatına həsr edilmiş dəyirmi masaya baxırsınız. Sırada namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyev. Buyurun. Hər vaxtınız xeyir olsun, dəyərli həmvətənlərim, xoş gördük, hörmətli oponentlərim. Mən hesab edirəm ki, biz hamımız ölkəni yaxşı mənada dəyişməkdə maraqlıyıq və bütün insanların ortaq zehniyyəti olmasına baxmayaraq fərqli yanaşmalar biz sərgiləməklə məşğuluq. Bu bir yarışdır və biz öz platformamızı təbii ki, gələn görüşlərdə, bütün görüşlərdə bəyan edəcəyik. Amma hamı qəbul edir ki, artıq dəyişən qlobal və regional şərtlər daxilində Azərbaycan siyasətinin də prioritetləri xeyli dəyişməyə məhkumdur. Biz düşünürük ki, artıq dünyada siyasi, sosial, mədəni, iqtisadi münasibətləri təmizləmək üçün ortaq bir dəyərlər ortaya çıxıbdır, standartlar meydana çıxıbdır və bu ortaq standartlardan kənarda bir ada siyasəti yürütmək mümkün deyil. Onların başında təbii ki, seçki çox önəmli məsələdir və ümumiyyətlə siyasət cəmiyyətdə insanların münasibətini, cəmiyyətin ehtiyaclarını ortaya çıxarmaq və onu müəyyən formada reallaşdırmaq üçün bir sənət olduğu üçün və bu da xalqa aid olan bir işdir, idarə etmə də xalqa aid olan bir işdir. Yalnız xalq özü idarəçilərə bunu seçki yolundan dövr elətdirir və siyasətçilər o istəkləri həyata keçirməyə başlayır. Azərbaycanda demokratik seçkinin keçirilməsi həmin o bayaq dediyim yeni regional şərtlərdə ortaq standartlara bağlıdır və biz məhkumuq ki, ölkədə demokratik seçkinin keçirilməsi üçün əlimizdən gələn hər şey eləyək. Azərbaycanda yeni bir zaman, yeni bir dönəm başlayır. Mən düşünürəm ki, Azərbaycan idarə olunan müəyyən dövlətlər tərəfindən ikinci dərəcəli dövlət kimi tanınmasından artıq yeni bir mərhələ keçməyə tamamən hazırdır və onun haqqıdır ki, Azərbaycan idarə eləyən və qlobal şərtləri diktə edən dövlətlər sırasına daxil olsun. Bunun üçün bizim çox ciddi gənc potensialımız vardı, insan nüfuzumuz vardı, qaynaqlarımız vardı və biz hesab edirik ki, bundan doğru dürüst istifadə etmək lazımdır. Bunun üçün əvvəl Azərbaycanda cəmiyyətin özün vəzifələrini və gücünü müəyyənləşdirmək lazımdır. Bunun üçün mən hesab edirəm ki, hədəfləri bir daha müəyyən eləmək lazımdır və bunun həyata keçirmək üçün strateji davam etmə, hərəkətlilik planını ortaya qoymaq lazımdır. Bunun üçün çox ciddi bir insan resursuna ehtiyac var ki, bunlar gənclərdirlər. Biz gənclərimizdən doğru dürüst istifadə eləsək, məncə dediyim məsələlərin üzərinə getmək mümkündür.
Amma bunun üçün insanlarımıza, gənclərimizə sahib çıxmaq lazımdır. Yəni bu insanlar xarica sığınmasınlar, ölkəni tərk eləməsinlər. Ölkədə 27-35 yaş arasında evlənmə həddi olmasın. Bizim 1.600.000-dən çox gəncimiz Rusiyada qalmasın. Çox sadə bir resept demək istəyirəm ki, bunu eləmək üçün heç peyğəmbər olmağa və çox bilikli olmağa da ehtiyac yoxdur. Mən təklif edirəm ki, və əgər bu dönəmin sonunda prezidentlik kimi bir qalib kimi çıxaramsa, mütləq və mütləq Azərbaycanın kənarda qalan neft fonlarının vəsaitlərinin Azərbaycana böyük əksəriyyətin qayıtmasını təmin edəcəm. Söhbət nədən gedir? Bilirsiniz ki, Azərbaycan neft fondunun vəsaitlərinin böyük hissəsi xaricdə saxlanılır və çox kiçik bir faizlə 3%-dən işlətməyə verilir. Və bundan xarici vətəndaşlar yararlanırlar. Nəyə görə biz bu vəsait ölkəyə gətirməyək və Azərbaycan insanları özləri istinasız olaraq bu gənclər, xüsusən də hərbi hissədə əsgərlikdən qayıdan gənclər bu 3% kreditlərdən istifadə eləməsinlər və onlara paralel olaraq torpaq sahələri verilməklə şəhər doğumları şəhər ətrafında, rayon doğumları rayonlarda yer verilməklə həm mənzil məsələsi, həm də müəyyən iş qurmasının şərait yaratmıyor. Və bunu eləməklə bir anda bir neçə məsələni həll etmək mümkündür axı. Birinci 1.600.000 insanımız xarici vətəndaşa çevrilməyəcəkdir. Orada qarışıq nikahlara girməyəcəkdilər. Orada qalmaq naminə. İkinci bir tərəfdən 1.600.000 qızlarımız evdə qarımayacaqdılar. Bu insanlar əyalətdə gəlib bolluq, şəhərdə ucuzluq yaradacaqdılar. Bu insanlarımızda hər demoqrafik vəziyyət dəyişəcəkdir. 1 milyon övladımız dünyaya gələcəkdir. Başqa da bunun müsbət tərəfləri vardır. Və mən hesab edirəm ki, bu gənclik siyasətini tərsi adi bir reseptiyata keçirməklə ölkəmiz çox ciddi şəkildə mən preambul hissəsində çıxışım dediyim kimi Azərbaycanın çox milli gücünü artırmaq və qlobal söz sahibi ola bilər. Mən birazdan davam etdirəm. Fərəc Quliyev, sizin 1 dəqiqə 59 saniyə vaxtınız qalır. Prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədov. Axşamınız xeyir, hörmətli seçicilər. Uzun müddətdən sonra ilk dəfədir ki, biz ictimai televiziyanın ekranlarından sizə müraciət edirik. Mən bugün burada prezidentliyə namizəd kimi çıxış edirəm. Çıxışıma başlamamışdan bir haşiyə deyim ki, hörmətli Zahid bəy müxalifətin vəzifələri haqqında o qədər aydın özü üçün net şəkildə danışdı. Mən düşündüm ki, necə müxalifətə gidib bu vəzifələri yerinə yetirmir. Əslində baxsan, Azərbaycan cəmiyyətinin elə bəlası da budur. İqtidarda oturan müxalifətin nə etməli olduğunu deyir, müxalifətdə olan iqtidarın nə etməli olduğunu deyir. Halbuki, elə iqtidarda olan özünün nə etməli olduğunu bilməlidir, müxalifətdə də olan özünün nə olduğunu bilməlidir. Onda cəmiyyət daha yaxşı inkişaf edər, daha düzgün yolla gedər. Bilirsiniz ki, biz prezidentliyə namizəd kimi dövlət həyatının bütün sahələri ilə bağlı fikirlərimizi, ideyalarımızı sizə çatdırmalıyıq. Siz də bunu müqayisə edib, hansı namizəd ölkədəki problemləri daha aydın görür, o problemlərin çıxış yollarını daha dəqiq, daha ağla batan təklif edir və o problemləri həll edərkən başqa yeni bir problemlərin meydana çıxmasına çıxarmayacaq bir siyasət yürütdüyünü təyin eləməlidir və yalnız buna görə səs verməlidir. Amma çox təəssüf ki, bizə elə bir qısa vaxt ayrılıb ki, biz bu qısa vaxt ərzində nəinki bir prezident kimi, hətta bəlkə bir icra başçısının platformasını burada şərh etmə imkanımız yoxdur. Mən 20 il SSR məkanında, xüsusən Azərbaycanda gedən ictimai-siyasi proseslərlə bizim millətimizi narahat edən, cəmiyyətimizi narahat edən, hər bir Azərbaycan vətəndaşını narahat edən problemlərin yaranma səbəbləri, həmin problemlərin xarakteri, onun həlli yolları istər nəzəri aspektdən, istər dünya xalqlarının analoji problemlə qarşılaşmış dünya xalqlarının təcrübəsindən çıxış edib bir kitab yazmışam. O kitab da burada mən sizə bunu göstərirəm. Burada kim bizim dövlət idarəçiliyinin hər hansı bir sahəsində baxışlarımızla tanış olmaq istəyir, hansı problemləri gördüyümüzü, həmin problemlərin nədən qaynaqlandığını və həmin problemlərin necə həll olduğunu bilmək istəyirsə, bu kitabından tanış ola bilər. Amma mən burada çox qısa şəkildə əsas prezidentliyə namizəd kimi seçki qabağı konsepsiyamızdan danışmaq istəyirəm. Bugün burada müxalifət cəbhəsini bir neçə nəfər təmsil edir. Mən çox təəssüf edirəm ki, bizim uzun illər Azərbaycanda müxalifətin vahid namizəd, vahid platforma, vahid proqramla bu seçkilərdə çıxış etməsindən bağlı apardığımız səylər öz nəticəsini vermədi. Bunun subyektiv səbəbləri də var. Ancaq bir obyektiv səbəbi var ki, əslində baxsan Azərbaycan müxalifəti Azərbaycan problemlərinə baxış məsələsində və bu problemlərin həlli məsələsində demək olar ki, bir-birindən fərqlənirlər.
və mən sadəcə olaraq Azərbaycan Demokrat Partiyasının namizədi kimi məhz bu fərqlilikləri bugün ortalığa qoymaq və bizim özünü radikal müxalifət adlandıran qüvvələrdən nə ilə fərqləndiyimizi sizlərə çatdırmaq məqsədi ilə öz çıxışımı davam elətdirmək istəyirəm və belə hesab edirəm ki, Azərbaycan seçicisi də məhz bu aspektdən öz mövqeyini müəyyənləşdirəcəkdir. Bir neçə il bundan qabaq mən Birləşmiş Millətlər Təşkilatının Mühacirət Komitəsinin bir hesabatı ilə tanış oldum. Orada Azərbaycan öz ölkəsini tərk edən vətəndaşların sayına görə 17-ci yerdə tuturdu. Məni bir sual düşündürdü və çox narahat edirdi ki, necə ola bilər ki, uzun illər dövlət həsrətində olan bir xalq çox böyük əmək bahasına, qan bahasına belə bir dövlət əldə edib və dövlət əldə ediləyəndən sonra bir nəfər kimi demək olar ki, böyük bir əksəriyyət bu dövləti tərk edib, dünyanın müxtəlif ölkələrinə səfərləniblər. Bugün hətta Avstraliya qitəsində Azərbaycan kəndləri var. Kanadada, Norveçdə, Rusiyanın ən soyuq, Rusların özünün yaşaya bilmədiyi ərazidə də Azərbaycanlılar yaşayır. Və bu mühacirətin səbəbini biz özümüz üçün təhlil edərkən bir şeylə rastlaşdıq ki, Azərbaycan vətəndaşları ölkəni iki səbəbdən tərk edirlər. Birincisi, sosial-iqtisadi səbəb, yəni işsizlik, sosial haqların olmaması, dövlət tərəfindən vətəndaşların təminat altında olması. İkincisi, hüquqi səbəblər, ölkədə hüquqi rejimin olmaması, hüququn qüvvədə olmaması, vətəndaşların hər cür özbaşınlığa, məmur özbaşınlığına məruz qalması, vətəndaşların gələcəyə ümid olmaması bu vətəndaşların kütləvi şəkildə Azərbaycanı tərk etməsinə və Azərbaycandan çox-çox uzaqlarda yaşamasına gətirib çıxarmışdır. Bu baxımdan mənim prezidentliyə namizəd kimi əsas mövqeyim Azərbaycanda sosial dövlət və hüquqi dövlət quruculuğu ilə məşğul olmaq və konsepsiyamı da məhz bu iki məsələ əsasında müəyyənləşdirmişəm. Əgər mən prezident seçilərəmsə, sözün həqiqi mənasında Azərbaycanda sosial dövlət və hüquqi dövlət quruculuğuna başlayacağım və bugün nəinki Azərbaycanı tərk eləmiş Azərbaycanlılar Azərbaycana qayıdacaqlar, eyni zamanda öz ölkəsini tərk edən vətəndaşlar, öz ölkəsini tərk etmək məcburiyyətində qalan vətəndaşlar dünya dövlətləri içərisində məhz Azərbaycanda yaşamağa üstünlük verəcəklər. Bunun üçün bizim çox aydın proqramımız var və mən gələn görüşlərdə sosial dövlət və hüquqi dövlət konsepsiyamızın ayrı-ayrı müddəalarını sizin diqqətinizə çatdıracağam. Sağ olun. Sərdar Məmmədov, sizin 31 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, Mərkəzi Seçki Komissiyasının sentyabrın 16-sında keçirdiyi püşkatmaya görə bugün prezidentliyə qeydə alınmış namizədlər çıxış ardıcılığını məhz həmin püşkatmanın nəticəsinə uyğun şəkildə həyata keçirirlər. Sırada namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə. Buyurun. Əziz bacılar və qardaşlar, mən bu seçkilərə əsas devizimlə gedirəm. Bu devizdə vətənin dayağı ana, müəllim və hərbiçidir. Nə üçün ana, vətən, müəllim və hərbiçi? Bunu sonra davam etdirəcəm. Araz Əlizadə, sizin 5 dəqiqə 40 saniyə vaxtınız qalır. 5 dəqiqə 38 saniyə vaxtınız qalır. Bağışlayın. Timer vaxtında taxlamayıb. Mən 41-də dayanmışam. 3 saniyənizi biz sizin nəzərə alaraq Araz Əlizadə və prezidentliyə namizədliyi bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev. Buyurun. Axşamınız xeyir, əziz vətəndaşlar. Ölkə həyatında ciddi bir siyasi hadisə baş verir. Ölkə prezident seçkilərinə qədəm qoyub və biz bu seçkilərə ölkədə köklü konstitusiyon islahatların keçirilməsi tələbi ilə, çağırışı ilə qatılmışıq. Ölkədə konstitusiyon islahatları aparılmadan ciddi dəyişikliklərə nail olmaq mümkün deyil və sizi bu cür narahat edən məsələləri köklü formada həll etmək mümkünsüzdür. Azərbaycan Xalq Cumhuriyyəti bilirsiniz ki, qurulanda bizim ulu öndərlər onu parlamentdə respublika kimi qurmuşdular. Amma çox təəssüf ki, 91-ci ildə biz yenidən müstəqilliyimizi bərpa eləyəndə o zaman baxmayaraq ki, dövlət suverenliyi haqqında, konstitusiya haqqında qeyd olunsa da ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisidir, amma buna gedilmədi. O zaman iki böyük tarixi səhvə yol verildi. Mənim də üzv olduğum AXC rəhbərliyi çox təəssüf ki, Pənah Hüseyn, İsa Qəmbər, Əli Kərimli və digərləri Əbfəz Elçibəyi də inandırdılar və birinci ölkənin adı dəyişməli idi. Azərbaycan Respublikası Şimali Azərbaycan adlanmalı idi. Ona görə ki, bizim insanların 4/3-ü, ərazimizin 4/3-ü bu günləri İranın tərkibindədir. İkincisi isə parlamentli respublikaya gedilmədi. Baxmayaraq ki,
Mütəllibovun zamanı bilirsiniz 20 yanvar 90-cı il 40-dan sonra ölkədə fövqəladə vəziyyət idi və belə fövqəladə vəziyyət nəticəsində keçirilən seçkiləri Xalq Cəbhəsi haqlı olaraq saxtalaşdırılmış və qeyri-legitim seçkilər elan edilmişdir. Amma sonradan İsa Qəmbər parlamentin, Milli Məclisin sədri seçiləndən sonra həmin o saxta parlamentinə işləməyə üstünlük verdi. Baxmayaraq ki, o zaman xalq hərəkatının bir çox fədakarları layiq idilər ki, onlar seçkilərdə yeni parlamentdə seçilsinlər. Və 93-cü ildə qiyam başlayanda həmin parlament komissiya yaratdı və Gəncədəki qiyamı dediyim kimi o parlament dəstəklədi. Və prinsiplərə qeyri-sadiq olmaq çox ağır nəticələrini verdi və bu gün də həmin insanlar yenə də ciddi səhvlərə yol verirlər. Vaxtilə bilirsiniz ki, İctimai Palata formalaşdıranda mən söyləmişdim ki, İsa Qəmbəri də, Əli Kərimovu da tanıyıram. Bunlar bir-birinə daha çox nifrət edirlər, nəinki İlham Əliyev. Ona görə də təklif eləmişdim ki, hörmətli professorumuz Cəmil Həsənlinin namizədliyini versinlər. Cəmil Həsənlinin kitablarını oxumuşdum, tanıyırdım, bilirdim ki, etikalı bir ziyalıdır və o onlara radikalizmdən çəkindirə bilər, daha konstruktiv münasibətlər qurula bilər. Amma çox təəssüf ki, görünür Cəmil Həsənli də onların dəyişməyin mümkünsüzlüyünü görüb, indi onların zövqünə oxşayan açıqlamalar, bəyanatlarla çıxış edir və mən bugün Cəmil müəllimə müraciət edirəm. Dünənlər onun açıqlamaları olub və deyib ki, bu dəyirmi masa kolxoz idarə heyətinə oxşadıb və oradakı bəzi adamlarla oturmaq milli mənəvi dəyərlərə ziddir. Amma çox təəssüf ki, böyün özü gəlib və oturub burada. Bilirsiniz, əziz həmvətənlər, bax, Milli Şuranın təsis bəyannaməsində nələr qeyd olunur? Avtoritar rejim və sülalə hakimiyyəti Azərbaycanda bərqərar olub, seçkilər saxtalaşdırılıb, hökumətin yanlış və səriştəsiz xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə təşkilənməsinə gətirib çıxarıb, Azərbaycan qanunlarla idarə olunmayan əraziyə çevrilib, yəni bu dövlət deyil. İndi hörmətli Cəmil müəllimin, bax, Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti 2009-cu ildə yazdığı kitabdan bəzi məqamları sizin üçün oxumaq istəyirəm. Yer gəlmişdən bu kitaba ön sözü bu hökumətin ən bacarıqsız naziri, Xarici İşlər Naziri Elmar Məmmədyarov ön sözü yazır. Və burada Heydər Əliyevi hörmətli Cəmil müəllim ümummilli lider adlandırır və yazır. Səhifə 11-də. 1998-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 80 illiyi ilə bağlı ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamda deyilirdi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cumhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövləti qurulmuşdur. Bu qərar Azərbaycan dövlətçilik ənənələrinin bərpası, Xalq Cumhuriyyətinin zəngin irsinin qaldırılması və ona siyasi qiymət verilməsi baxımından mühüm dövlət sənədi oldu. 2008-ci ildə Xalq Cumhuriyyətinin 90 illiyin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam bu siyasətin məntiqi davam edir. Və kitabın nəticə hissəsində Cəmil müəllim deyir. Səhifə 521. Hazırda Azərbaycan Respublikasının sivilizasiyalı beynəlxalq münasibətlər sisteminə daxil olmuş, dünya xalqları ailəsinin bərabər hüquqlu üzvünə çevrilmiş, böyük transmilli layihələrin həyata keçirildiyi ölkə kimi beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Bununla da 1918-20-ci illərdə Azərbaycan diplomatiyasının qarşısında duran böyük dünya siyasətinin iştirakçısına çevrilmək, beynəlxalq birliklərin bərabər hüquqlu üzvü olmaq, dünya xalqları ailəsinə daxil olmaq kimi qlobal vəzifələr artıq yerinə yetirilmişdir. Azərbaycan xalqının tarixi ənənələri, milli dəyərləri əsas götürülməklə, müasir beynəlxalq münasibətlərin başlıca meylləri nəzərə alınmaqla, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi 21-ci əsrin əvvəllərində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Mən vaxtımı saxlayıram. Qüdrət Həsənquliyev, sizin 48 saniyə vaxtınız qalır. Sırada Prezidentlər namizədliyi Demokratik Qüvvələrin Milli Şurası təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Həsənli. Buyurun. Hörmətli seçicilər, xoş gördük sizi. Özümü təqdim etməyə ehtiyac yoxdur. Biz köhnə tanışlarıq və 30 ilə yaxındır ki, mən televiziya ekranlarından müəyyən verilişlər aparmışam, 10 il Milli Məclisin deputatı olmuşam və s. Ölkədə böyük bir siyasi kampaniya başlayıb. Prezident seçkiləri kimi bir kampaniya. Seçkilər yalnız seçiciyə vəd vermək məqamı deyil, eyni zamanda hesabat vermək məqamıdır. Və bu baxımdan 10 il Respublikaya rəhbərlik edən cənab İlham Əliyev bu debatlarda iştirak eləməyi özünə sığışdırmır. O, ya prezidentliyə namizədlərlə bir yerdə oturmağı özünə sığışdırmır,
ya da bu xalqa sayğılı münasibəti yoxdur ki, ona hesabat vermək istəmir. Qudrət müəllim burada mənim kitabımdan Heydər Əliyevin sözlərini oxudu, ona görə ona təşəkkür edirəm və o kitabı mən yazmışam, dediyimin də üzərində dayanıram. Amma məsələlər tək ondan ibarət deyil. Mənim o kitabım çap olunandan sonra xeyli faktlar aşkarlandı və bir prezident kimi İlham Əliyev həmin faktlara öz münasibətini bildirməli idi və bu günləri bir məqam idi ki, o da bizimlə bərabər bizim sorğularımıza, bu millətin sorğularına, bu xalqın sorğularına cavab versin. Məsələn, ona cavab versin ki, prezident olduğu bir müddətdə oğluna, 11 yaşlı oğluna Dubayda 75 milyona 9 mülk alıb. Və bir vaxtlar bunu cəmiyyətimiz bilmirdi. İndi şükür Allaha bütün bu faktlar hamısı açılıb. Washington Post kimi bir mətbuat orqanı bu barədə məlumat verib. Bu fakt, təkcə bu fakt normal bir ölkədə açıqlansaydı, həmin siyasətçi həmin axşam siyasətdən getməli idi. Ölkənin rəhbərliyindən getməli idi. Yaxud bu yaxınlarda Virgin adalarında Britaniyanın 48 milyard Azərbaycandan oğurlanmış vəsait barədə sənədli, sübutlu məsələlər qoyuldu ortalığa. Və bunun hesabatını Azərbaycan millətinə vermək lazımdır. Azərbaycanın büdcəsi, cəmisi 20 milyarddır. Bu büdcədən artıq olan vəsait necə oğurlanıb? Panama şirkətləri ilə bağlı söz-söhbət dolanır və bunun sənədləri, sübutları ortaya qoyuldu. Bir prezident kimi İlham Əliyev 3-cü dəfə prezidentliyə gedən şəxs kimi bu məsələlərə aydınlıq gətirməli idi və Azərbaycan ictimaiyyətinə bunun açıqlamasını verməli idi. Və necə oldu ki, onun prezidentliyi dövründə Azərbaycandan bu qədər vəsaitlər çıxarıldı, bu qədər vəsaitlər mənimsənildi. Ayrı bir fakt deyim sizə. Məsələn, bu hakimiyyətin ən kasıb naziri hesab olunan Kənd Təsərrüfatı Nazirinin 27 yaşlı oğlunun Londonda 26 milyon dəyərində olan mülkiyyəti var, maliyyə vəsaitləri var. Bu yalnız bir nəfərin, bir nazirin oğlunun mülkiyyətidir. Əgər biz vaxtımız imkan versəydi, o biri nazirləri də sıralasaydık, görərdik ki, Azərbaycan hansı vəziyyətdədir. Azərbaycan necə talan olunur? Bu millətin yaşayışı necə oğurlanır və necə bu millət məzlum günə salınıb? Saxlayıram vaxtımı. Cəmil Həsənli, sizin 2 dəqiqə 27 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, qeydə alınmış namzədlər üçün ayrılmış ödənişsiz efir vaxtında namzədlərin və səlahiyyətli nümayəndələrin iştirakı ilə dəyərimi masaya baxırsınız və mən artıq bir daha qeyd edeyim ki, namzədlərin bir neçəsi vaxtının bir hissəsindən, bəziləri isə tamamilə istifadə edib, püşkatma ardıcılığına görə qeydə alınmış prezidentliyə namzəd Zahid Oruc. Buyurun. Əziz həmvətənlər, mən obyektivlik naminə 2 məsələni çox qısa qeyd etmək istəyirəm. Birincisi odur ki, bu hörmətli Cəmil müəllimin qeyd elədiyi həmin o mülk və yaxud da ki, o vəsaitlər o zaman meydana çıxdı ki, Amerika Türkiyə və Ermənistan sərhədini aşmaq istəyirdi. Ona görə söz çörəkdən şirin ola bilməz. Sözə deyil, real həyatınıza inanın. Zahid Oruc, sizin üçün ayrılmış ödənişsiz efir vaxtı bitdi. Sırada prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. Buyurun. Təşəkkür edirəm. Cəmil Həsənli, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin haqqında heç bir dəlili, sübutu olmayan müəyyən təzyiqlər vasitəsilə ayrı-ayrı Azərbaycandan kənarda olan mərkəzlər tərəfindən uydurulmuş qəzet materialları əsasında ittihamlar səsləndirir. Mən isə Cəmil müəllimə bir-iki sual vermək istəyirəm və nəzərinizə çatdırmaq istəyirəm ki, hörmətli televiziya tamaşaçıları və seçicilərimiz, bunlar qəzet materialları və qəzet yazıları deyil. Bunlar dövlət sənədləridir. Mən istəyirəm Cəmil Həsənliyə sual verirəm. Cəmil Həsənli, Azərbaycanda pensiya çıxmaq həddi 63 yaş olduğu halda siz pensiya çıxmaq yaşından 4 il əvvəl 2011-ci ildə pensiya necə çıxmışsınız? Siz 52-ci ildə anadan olmuşsunuz, bugün 61 yaşınız var, hələ 2 ildən sonra pensiya çıxmalısınız normal halda, amma əslində isə siz
2011-ci ilin 6-cı ayından pensiya alırsınız. Azərbaycanda vaxtından əvvəl pensiyaya çıxmağın 2 şərti var. Birincisi, çox uşaqlı ana olmaq lazımdır. Bu sizə yəqin ki, şamil olunmur. İkincisi, əlilliyə görə pensiyaya çıxılır. Mən istəyirəm Cəmil Həsənliyə sual verəm. Siz nəyin əllisiniz? Sizin əlliyiniz nədən ibarətdir ki, pensiya yaşına çatmazdan 4 il əvvəl siz pensiyaya çıxıbsınız və 2000 manat pensiya alırsınız. Milli Məclisin sabiq deputatı kimi. Ya siz etiraf etməlisiniz ki, siz pensiya orqanlarını allatmısınız, saxtakarlıq etmişsiniz, qeyri-qanuni yolla pensiya almağa nail olmusunuz, ya etiraf etməlisiniz ki, siz əlilsiniz. Əlilliyiniz nədən ibarətdir? Mən sizin nəzərinizə çatdırıram ki, mənim xahişim əsasında, rəsmi xahişim əsasında Cəmil Həsənlinin pensiyaya çıxmasına əsas olan sənədlər mənə təqdim olunubdur. Cəmil Həsənli qeyd elədiyim kimi 2011-ci ilin iyun ayının 22-sində xəstəliyə görə təqaüdə çıxıbdır. Xəstəliyi nədən ibarətdir? Yaxşı görmür. Siz Cəmil Həsənlini nə zamansa eynəkdə gəzən görübsünüzmü ki, bunun bu dərəcədə xəstəliyi olsun? Ümumi xəstəliyi görməsinə görə. 3-cü qrup əlildir. Əlillik iş qabiliyyətini itirmək deməkdir. Və nəhayət, mənə təqdim olunan rəsmi sənəddə yazılıbdır ki, Cəmil Həsənli yalnız az həcmdə yüngül işdə işləyə bilər. Bu, ekspertizanın sizin xəstəliyinizi yoxlayıb, onu araşdırarıq, yoxlayıb gəldiyi qənaətdir. Siz əlil olduğunuza görə az həcmdə yüngül işdə işləyə bilərsiniz. Siz özünüzü prezidentliyə namizəd olaraq irəliyə sürəndə bir düşündünüzmü ki, siz əlilsiniz və sizə rəy veriblər ki, siz az həcmdə yüngül işdən başqa digər işdə işləyə bilməzsiniz. Siz xəstəyə oxşamırsınız. Nə duruşunuz, nə yerişiniz, nə digər xəstəlik əlamətləri sizdə yoxdur. Siz etiraf etməlisiniz ki, ya siz fırıllaqla pensiya çıxmışsınız, ya etiraf eləməlisiniz ki, siz həqiqətən əlilsiniz və siz yalnız ən yüngül işlərdə işləyə bilərsiniz. Biz sizdən bu cavabı gözləyirik. Siz nəsə cavab gözləyirsinizsə, biz sizdən bu cavabı gözləyirik. Digər məsələlər haqqında hörmətli seçicilər bizim hələ kifayət qədər vaxtımız olacaqdır ki, söhbət eləyək. Gecəniz xeyrə qalsın. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov, sizin üçün ayrılmış təşviqat vaxtı bitdi. Sırada isə qeydə alınmış prezidentliyə namizəd İqbal Ağazadə olmalıdır, amma artıq vaxtından da istifadə edib və kadrlardan da gördüyünüz kimi artıq studiyamızda tərk edib. Söz verilir Ədalət Partiyası tərəfindən prezidentliyə namizəd İlyas İsmailovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimova. Buyurun. Təşəkkür edirəm. Hörmətli seçicilər, Ədalət Partiyasının namizədini tək olaraq Ədalət Partiyası müdafiə eləmir. İlyas İsmailovun namizədliyini Vətən bloku müdafiə edir ki, bu blokda Ədalət Partiyası ilə yanaşı Yaşıllar Partiyası da təmsil olunur. Eyni zamanda mən qeyd edeyim ki, Azərbaycanda ən böyük siyasi partiyalardan biri, Azərbaycan İslam Partiyası da Ədalət Partiyasının namizədi İlyas İsmailovun müdafiəsinə qoşulub və artıq bu günlər öz tərəfdarlarını bütövlükdə İlyas İsmailovun namizədliyinə səs verməyə çağırır. Mən nəyə görə qeyd edirəm ki, Azərbaycanda ən böyük partiyalardan biri olan İslam Partiyası? Siz bilirsiniz ki, insanlar o vaxt dinə daha çox pənah gətirirlər ki, onlar çox böyük problemlərlə üzləşirlər, çox böyük problemlərlə qarşılaşırlar. Bugün Azərbaycan cəmiyyətinə nəzər saldıqda görürük ki, hər bir vətəndaşımızın bu və ya digər şəkildə çox böyük problemi var. Azərbaycan vətəndaşları iqtisadi problemlərlə üzbəyüzdür və belə bir çıxılmaz vəziyyətdə qaldıqda insanlar yalnız Allaha tapınırlar. Və beləliklə bu məntiqdən yanaşdıqda görürük ki, Azərbaycanda çox ciddi siyasi partiyalardan birinə çevrilmiş İslam Partiyasının böyük sosial bazası mövcuddur. Biz bu efir vasitəsindən də istifadə edərək İslam Partiyasının bu qərarı qəbul elədiyinə görə təşəkkürümüzü bildiririk. Eyni zamanda bildirim ki, Ədalət Partiyası bu seçkilərə qoşulmaqla hansısa fərdləri burada müzakirə eləmək həvəsində deyil. Ədalət Partiyası problemlərin üzərinə getmək fikrindədir. Bu problemləri açıb göstərmək niyyətindədir. Və bizim mübarizəmiz burada hansısa şəxslərə, hansısa şəxslərin ünvanına yönəlməyib. Bizim mübarizəmiz bir zehniyyət mübarizəsidir. Biz proqramları, konsepsiyaları
ortaya qoymaqla və təkcə problemləri göstərməklə yox, eyni zamanda bu problemlərin həlli yolunu göstərməklə seçicilərin qarşısına çıxmaq istəyirik. Bəzən Azərbaycan seçiciləri illərlə populizmin şahidi olublar. Onlar tutaq ki, əmək haqlarının 10 dəfə qaldırılmasını çox böyük həvəslə qulaq asırlar. Lakin artıq Azərbaycan seçicisi həmin seçici deyil. Onlar əmək haqqının 5 dəfə qaldırılmasını, amma bunun onlara yolunun göstərilməsinin tərəfdarıdırlar. Azərbaycanda prezidentliyə namizədləri biz iki qrupa bölürük. Bunlar bir tərəfdən hakimiyyət və hakimiyyətin namizədləri, digər tərəfdən isə Qərbdən və Birləşmiş Ştatlardan dəstəklənən namizədlərdir. Xalqın içərisindən çıxan və yeganə olaraq üzünü xalqa tutan namizəd İlyas İsmayılovdur. İlyas müəllimin həm elmi təcrübəsi, həm dövlətçilik təcrübəsi imkan verir ki, həm cəmiyyətimizin problemlərini qiymətləndirə bilsin, eyni zamanda bu problemlərdən çıxış yolu göstərsin. Biz belə deyək ki, hakimiyyətin də Azərbaycanda iqtidarda olduğu müddətdə Azərbaycan cəmiyyətinin problemlərini həll etdiyini deyə bilmərik. Bəyəm hakimiyyət çıxıb deyə bilərmi ki, o Dağlıq Qarabağ problemini həll elədi? Bəyəm hakimiyyət deyə bilərmi ki, yüzlərlə günahsız insanlarımızın döyüş meydanlarında, günahsız insanların qırılmasını, kəndlərin yandırılmasını, bu qisasımızı ermənilərdən alıb? Yox, bunları da demək olmaz. Yoxsa Azərbaycanın bir çox sinəsinə döyən müxalifət düşərgəsi çıxıb ortaya deyə bilərmi ki, o xalqın problemlərini qaldırıb və şəxsi mənafilərindən başqa xalqın problemlərini ortaya gətirib və bunun üçün çalışıb? Mütəllim Rəhimov, İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi, qeyd almış prezidentlər namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov, sizin üçün ayrılmış ödənişsiz vaxt bitdi. Sırada isə Müasir Müsavat Partiyası tərəfindən namizədlik irəli sürülmüş Hafiz Hacıyev. Buyurun. Hörmətli tamaşaçılar, əziz seçicilərim, bəxtlər mən çıxışımda dedim ki, milli birlik Azərbaycanın gələcək dövlətçiliğini qurmaqdan ötəri burada mən 3-cü səfər namizədliyimi verirəm, seçilsəm, buradakı yoldaşların əksəriyyətindən öz hökumətində istifadə edəcəm. Burada Qüdrət bəy dedi, Cəmil bəyin o fikrini mən oxumamışam. Mənim Cəmil bəyə yazdığım gəlir, əgər o sözü deyirsə ki, mən burada bunlarla oturmaq. Cəmil bəy onu düz deyir. Ona görə ki, bizdən niyə oturursunuz siz? Siz ermənilərlə oturursunuz. Londonda ermənilərlə oturursunuz. Tiflisdə ermənilər sizə gətirib yaxşı qonaqlıq verir. Orada sizin ağsaqqal yaxşı viskidən içir, yaxşı tostlar deyir. Bax, mən bunlara qayıtmaq istəmirdim. Mən ona görə ki, gələcək Azərbaycanın prezidenti olaraq istəyirdim ki, gələcəkdə bütün o siz bəzi sahələrdə deyirsiniz ki, negativ hallar var. Siz o sahələrin birinə nazir qoyam. Deyəm, gedin işləyin, bir ildən sonra da çotunuzu qəbul edəyəm, cəmaatın içində görəm ki, sizin qabiliyyətiniz nəyə malikdir. Bu fikirləri sizə deyənlərin, ötürənlərin əksəriyyət ermənilərdir. Mən sual vermək istəyirəm. Bəzən təbii, biz heç kimin buradan müdafiəçisi deyilik. Heç kim də bizə vəkillik istəyir. Biz özümüzü istəyirik ki, prezident seçilək və xalqımızı içində normal bir atmosfer şəraiti yaradaq və xaricdə, daxildə və xaricin səfirlərinin, xaricdə erməni diasporasının fikirlərini Azərbaycan xalqına sırmayaq. Bax, mən bunu istəyirəm ki, olmasın. Onda sual ortaya çıxır ki, Elçibəy hakimiyyətini, Elçibəyi zəhərləyib öldürən sizin baş ideoloqunuz Kərimov Vəli Əbülfəz Elçibəyi zəhər verdi, öldürdü. Hansı birlikdən danışırsınız? Bəs yaxşı, elə bunu mən sonra açacağım. Bəs yaxşı onun Londonda, hansı pulların hesabına o Londonda yaşayır? Özünə də oxşar bir oğlu orada axşama da çox o Londonun qanunlara uyğun əməllərlə məşğul olur. Mən fikirlərimi dayandırıram və cavab verəcəm. Mən təəssüf edirəm ki, siz kimi bir hörmətli alimlə o sözü bizə deməsəydiniz, mən də sizə söz deməzdim. Hafiz Hacıyev, sizin 1 dəqiqə 24 saniyə vaxtınız qalır. Namizədliyi Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyev. Buyurun. Biz bütün Azərbaycan düşüncəsinin daşıyıcıları təkcə ərazicə Azərbaycanın bütövlüyünü istəmirik. İstəyir ki, milli güc bütün olsun və əgər bir kiçik masada hörmətli ziyalımız Cəmil bəy bizim ünvanımıza o cür ifadələr işlədirsə, o düşüncəni ortaya ərsə gətirmək çox çətin olur. Buradakı oturan insanlarla sizin düşərgədə oturduğunuz insanların fərqi nədədir? Mən özümü müqayisə edeyim. Mən ermənilər bizim rayonda 2 çobanı öldürüb qoyunlara aparmışdı. 286 dənə erməni biz girov götürdük və qoyunlarla baş-başa dəyişdik. Mənim başıma pul qoydular, amma sizin orada oturan başqanlarınız ermənilərlə Almaniyada müqavilə imzaladı əməkdaş haqqında cibinə pul qoydular. Digər partiya sədrinizin əməkdaşı dostluğu və olan bir persona televizorda göstərildi. Xaricdə gedir, ermənilərlə içki içir və pul istəyir, ermənilər cibinə pul qoyur, amma biz ermənilərlə döyüşürük, soyuğu götürürük, başımıza pul qoyurlar.
İndi oranı seçirsinizsə, orada oturursa siz bilərsiniz. Amma hər halda mən hesab edirəm ki, siz seçimizdə yanılsaz da, siz mənim dostumsunuz, hörmətli çox istəyirəm, xətrinizi istəyirəm. Amma xalq seçimində gərək yanılmıyor. Mən hesab edirəm ki, Azərbaycan xalqı başqa dövlətlərə uşaqlıq eləyəni öz dövlətinə böyüklük eləyən kimi ortaya çəkməyəcəkdir. Mən bu gün də yanlış bir siyasətin içində olmağından təəssüf hissi keçirirəm və hesab edirəm ki, bütün insanlar milli resursumuzdur, onları itirməyə dəyməz. Buna baxmayaraq, mən istəməzdim söhbətimi bu mövzuyla qapadım. Biz gələcəkdə, mən gənclik siyasətindən başlamışdım, çalışacaq ki, gənclərimiz fərqli bir örnəklər götürsünlər, Nəcəf Nəcəfov tipli ziyalılıq bir məktəbi qoysunlar və onlar inkişaf eləsinlər, dünyada söz sahibi olsunlar. Biz insanlarımızı, gənclərimizi aldadıb küçələrə çıxadıb, sizi qərb universitetlərində oxutacaq deyib, boğazlarından pulunu kəsib, övladlarını oxutanları, övladlarını küçələrdə qoymayacaq. Biz onların təhsilinə fərqli yanaşacaq, Azərbaycanda xarici oxumacını təmin edəcək və onların əsl ziyalı kimi, ziyalı ifadəsi işlətməsi üçün cəmiyyəti hazırlayacaq. Növbəti görüşlərə qədər gecə çıxarıq. Fərəc Quliyev, sizin üçün ayrılmış ödənişsiz efir vaxtı bitdi. Prezidentlər namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədov. Mən bu çıxışlara öz münasibətimi bir cümlə ilə bildirmək istəyirəm ki, ümumiyyətlə başqasına alçatmaqla ucalmaq mümkün deyil. İnsan gərək özünü ucalda. Burada tutaq ki, Mütəllim bəyin bizim haqqımızda dediyi fikirlər, eləcə də hakimiyyət yönlü partiyaların bizim haqqımızda müxalifət haqqında dediyi fikirlər sadəcə utanç gətirir. Çünki Mütəllim bəy uzun müddət mənim mavinim olub, mətbuat katibi olub, o yaxşı bilir ki, nə Amerika ilə, nə başqa bir dövlətlə bizim heç bir əlaqəmiz yoxdur. Ona görə də mən çox xahiş edirəm, xalqın qabağına çıxanda bir vəcə məsuliyyətlə çıxış eləyək. Heç olmasa dediyimiz sözlərin məsuliyyətini dərk edək. Qeydə alınmış prezidentlərin namizəd Sərdar Məmmədov, sizin təşviqatınız üçün ayrılmış ödənişsiz efir vaxtı bitdi. Və bir daha xatırladıram ki, Mərkəzi Seçki Komissiyasının sentyabrın 16-sında keçirdiyi püşkatmaya uyğun olaraq biz prezidentlər qeydə alınmış namizədlər üçün dərin masanı davam etdiririk. Sırada Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadedir. Araz Əlizadə, sizin 3 saniyə vaxtınız əlavə olmaqla 5 dəqiqə 41 saniyə vaxtınız var. Buyurun. Çox sağ olun. Əziz bacılar və qardaşlar, mən dedim ki, açmamı verəcəm ki, nə kimi vətənin dayağı ana, müəllim və hərbiçidir. Ananın təbiətən yaranmış ən böyük borcu övlad dünyaya gətirməkdir, onu tərbiyə etməkdir. Və mənim fikrimcə, sosial demokrat olaraq, ana ancaq övladı dünyaya gətirib, onu tərbiyə etsə, böyük bir iş görmək olacaq. Amma biz deyirik ki, vətən övladı. Vətən övladısa, analar küçələrdə dirənməməlidirlər, yer yumamalıdırlar, küçə süpürməməlidirlər. Onlara dövlət 2 uşağa elə təminat verməlidir ki, onlar firavan həyat yaşasınlar, sakitçi öz övladlarından vətəndaş və vətənpərvər böyütsünlər. Müəllimlər bizim hamımıza savad verirlər, bizə dünyaya göz açdırırlar. Müəllimlər o qədər böyük maaş almalıdırlar ki, repetitorluq eləməsinlər. Bütün qüvvələrin dərs saatlarında xərcləsinlər bizim balalarımıza, onlara savad versinlər. Sonra açıq ürəklə geçsinlər evə, öz balalarını tərbiyələsinlər və cəmiyyət vətəndaş və vətənpərvər alsın. Və nəhayət, ordu spesifik bir şeydir. Hərbiçi vətən naminə düşməni məhv eləməyə öyrəşmiş peşəkar insan olmalıdır. Bu 18-20 yaşında uşaqlar olmamalıdır. Bu 25 yaşından sonra təhsilin almış, peşəyə yiyələnmiş, ailə qurmuş insanlar olmalıdır ki, onlar vətəni qorusunlar, vətənin düşmənlərdən azad etsinlər. Belə olduqda cəmiyyətimizdə oliqarx, məmur, deməli, biznesmen deyil, ana, müəllim və hərbiçi ən şərəfli vəzifə olsa, ən böyük təminat olsa, onda bizim ordumuz elə olar ki, düşmənlərimizi Azərbaycan torpağından qovarlar və bizim ordumuz vətənpərvər və vətəndaşlardan ibarət olar. Çox sağ olun, davam etdirəcəm. Araz Əlizadə, 3 dəqiqə 56 saniyə vaxtınız qalır. Prezidentlər namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsən Quliyev. Buyurun. Çox sağ olun. Sözün doğrusu mən gözləyirdim ki, Cəmil müəllim burada əyləşənlərdən və xalqdan dünən mətbuat konferansında söylədiyi və mətbuata verdiyi açıqlamaya görə üzr istəyəcək, amma bu baş vermədi. Əlbəttə, çox ciddi təəssüf edirəm. Özdə mənəviyyətə zidd addım adlandırmışdı ki, burada oturanlarla bir masa arxasında oturmağa, amma özü də gəlib oturub. Mən sadəcə olaraq tamaşaçılara xatırlatmaq istəyirəm ki, Cəmil müəllim birdən mən dediyim kitabını axtarsalar, mən yadımdan çıxdı deyim ki, Cəmil müəllim bunu nə vaxt yazıb. Cəmil müəllim bunu 2009-cu ildə yazıb, onda millət vəkili idi və növbəti prezident seçkilərinə 1 il qalırdı. Mən, əziz həmvətənlər, növbəti görüşlərdə kifayət qədər partiyanın platforması haqqında, ölkəmizi necə dəyişmək haqqında sizə ətraflı məlumat verəcəm.
Bugünlük isə bu qədər, sağ olun. Qüdrət Həsənquliyev, sizin təşviqatınız üçün ayrılmış ödəniş efir vaxtı bitdi. Sırada prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənli. Buyurun. Hörmətli seçicilər, mən fikrimi davam elətdirmək istəyirəm. Azərbaycan neft ölkəsidir və Azərbaycan neft gəlirlərinin ən yüksək məqamını yaşadı. Baxın, sizin əmək haqlarınız, 300 mindən artıq müəllim ordusunun, həkim ordusunun, mədəniyyət işçilərinin, məmur ordusunun əmək haqları nədən ibarətdir? Bu hakimiyyət analoqsuz inkişafdan danışır. Analoqu olmayan inkişaf xalqın maddi rifahında öz əksini tapmalıdır. Milyardlarla vəsaiti mənimsəyib xaricə daşıyanlar nə pensiya verir insanlara? 120 manat, 100 manat. Əmək haqqı nədən ibarətdir? Pensiyanın məbləği o qədər azdır ki, onu hökumətin iclasında utanırlar manatla deməyə, dollarla deyirlər ki, 200 dollar Azərbaycan vətəndaşı əmək haqqı alır. Və bu qədər neft pulları gəldiyi halda niyə millətimiz bu qədər yoxsuldur? Ona görə ki, korrupsiya Azərbaycanda hökm sürür. Korrupsiya qarşı mübarizə ona görə öz nəticəsini vermir ki, bu korrupsiyanın başında bilavasitə Respublika Prezidenti İlham Əliyev dayanır. Baxın, bu hakimiyyətə niyə səs verməlidirlər? Əmək haqları bərbad vəziyyətdə, pensiyalar bərbad vəziyyətdə, pensiyaçıya verilən pensiya ilə bir reseptdə yazılan dərmanları almaq mümkün deyil. Təhsilimiz hansı səviyyədədir? Bu yaxınlarda elan olundu ki, 9-cu sinif buraxılış imtahanlarından, ana dili imtahanından bütün şagirdlərin 46,7% 2 aldı. Budur sizin analoqsuz inkişafınız. Bu göstəricilərə görə xalqa hesabat vermək lazımdır. Sabaha savadsız bir kütlə hazırlayırsınız. Xəstə olmaq bu deməkdir. Xəstə olmaq millətin, sərvətin xaricə daşıyıb aparmaqdır. Xəstə olmaq mömin insanın cibinə narkotika atıb, saxta ittihamlarla onu tutmaq, insanların, İslam inanclarını narkotikaya bulaşdırmaqdır. Budur xəstəlik, Əli müəllim. Fiziki cəhətdən xəstə olmaq heç də ayıb deyil. O biri tərəfdən, deməli, burada Zahid bəy Kürd aşqınlarından danışdı və Zaqatala zəlzələsindən danışdı. Dedi ki, müxalifətçilər buna münasibət bildirmirlər. Hər halda mən gələn çıxışlarımda davam elətdirim. Cəmil Həsənli, sizin təşviqatınız üçün ayrılmış ödəniş efir vaxtı bitdi və mən dərin masa iştirakçılarına doğrudur sona yaxın amma xatırladıram, təşviqat zamanı sui-istifadə hallarına yol verməməyə çağırıram. Və bir daha qeyd edirəm ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının keçirdiyi püşkatmanın nəticələrinə uyğun olaraq bugün prezidentliyə qeydə alınmış namizədlərin iştirakı ilə ödənişsiz efir vaxtında dəyirmi masaya baxırsınız. Sırada prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev. Buyurun. Hörmətli seçicilər, hər dəfə mən bu studiyada çıxış edəndə biz öz platformamızı danışmağa bizə imkan vermirlər. Təbii, Cəmil müəllim dediklərində bəzilərini biz burada ona cavab verməkdən ötəri oturmamışıq. Biz öz platformamızı deməyə məcburuq. Amma hakimiyyətdə bugün təbii inkişaf da var, hakimiyyəti geri çəkən qüvvələr də var. O cümlədən hakimiyyətin geri çəkməsində sizinlə barabar ermənilərlə həmkar olan fikirlər də var. Bu təbii, bunu biz bilirik. Amma sizin burada durub bütün məsələlərin hamısını alt-üst danışmağınız yersizdir. Mən sizə yazdığım niyə dedim gəlir? Sizin böyüyünüz gəlsin bu studiyaya. Sizi oraya salan, sizi oraya məcbur eləyən gəlsin. Bilsən, siz yazıq bir adamsınız. Sizə alim kimi hamının hörməti var. Amma sizin meydanınız deyil. Siz bütün səfirlərin qapısında axşama da oturub onlardan təlimatlar alırsınız. Səfirlər bizlə görüşürük. Görüşəndə bizə də deyirlər, siz niyə bu dövlətin əksinə getmişsiniz, sizə də biz qrant ayırıq. Amma siz o dövlətin əksinə gedirsiniz, Azərbaycanda canımızı qoymuşuq. Siz ermənilərlə dost ola bilərsiniz, ermənilərlə işləyə bilərsiniz. Sizin böyükləriniz hamısı ermənilərlə həmkarı dostdular. Amma biz ermənilərlə vuruşa-vuruşa gəlmişik. Biz qədim Qərbi Azərbaycanda ermənilərlə həddindən artıq böyük fəsadlarla onların nə lazım eləmişik. Amma siz burada ermənilərə qucaq açırsınız. Tiflisdə ermənilərin çörəyini yersiniz. Bugün Londonların çörəyini yersiniz. Amma biz nə oturmağa özünüzə rava bilmirsiniz. Siz gəlməyin buraya. Qəmbarov sizə gəlsin. Siz oraya oda salan Qəmbarov sizə gəlsin. Hafiz Hacıyev, sizin təşviqatınız üçün ayrılmış ödənişli efir vaxtı bitdi. Bugün dəyirmi masada prezidentlə qeydə alınmış namizəd Araz Əlizadə. Sizin 3 dəqiqə 56 saniyə vaxtınız qalıb. Buyurun. Çox sağ olun. Əziz bacılar, qardaşlar. Mən heç kəslə mübahisə etmək fikrim yox idi.
düşünürdüm ki bugün hamı öz platformasından danışacaq. Lakin əfsuslar olsun ki, kimsə təhqir eləyir, kimsə yalan danışır və necə Rüstəm İbrahimov qoydu Milli Şuranı qaçdı, indi Cəmil Həsənli də mübahisə gedəndə ona söz demək istəyəndə qoydu yenə qaçdı. Bunlar qaçan qəhrəmanlardır. İkinci Zahid Orucu demədi ki, müxalifət gəlsin, daşqınların qarşısını alsın. O dedi ki, biz sizdən bunu tələb etmirik. O ki, qaldı İlyas İsmailova. İlyas İsmailov haqqında bir söz deyirəm. Yaxşı ziyalıdır, yaxşı şeydir. Amma burada dedilər ki, o SSR bəyanında 2 nəfər ən yüksək vəzifə tutulur. Yəni, biri Milli Lider Heydər Əliyev, biri də İlyas İsmailov. İlyas İsmailov SSR prokurorluğunda İslah Əmək düşərgələrinə nəzarət üzrə prokuror olub. İslah Əmək düşərgələrində nə özbaşınalar olur, bunu PPD yiyəndə bilir, məmə yiyəndə bilir. Və ayrı bir məsələ ki, əzizim, bir şey deyəndə fikirləşin. Bu adam baş prokuror olub, Respublikada. Biri prokuratura necə təmiz olub. Bu adam Ədliyyə naziri olub. Hakimiyyət dəyişdi. Bunu qoyan adam getdi. Heydər Əliyevlə də bir naziri oldu. Onu işdən çıxardandan sonra birdən-birə oldu müxalifətçi. Çox qəribə bir şeydir. Prezidentə deyirlər kadr islahatları apar. İşdən çıxardan kimi qaçırlar onları müxalifətçi. Mən belə digər müxalifətçiləri nəzərdə tutmuram. Vəzifədən gəlmiş müxalifətçiləri nəzərdə tuturam. Biri kiminsə katibəsi olur, işdən gedir olur müxalifətçi. Olmaz belə. Və bir şey demək istəyirəm, o dedi ki, kolxozçular və s. Valla, mən Bakıda doğulmuşam, müəllim ailəsində, rayonda yaşamamışam. Rayonda yaşamaq pis şeydir, yaxşı şeydir, kolxozçu olmaq pis şeydir. Amma valla Cəmil bəylə Alar kəndində Fərhad Əliyevlə bir yerdə boyun otarmamışam. Bunu bilirəm. O ki qaldı, deyir ki, mən sonradan bildim. Necə olur? Sən 10 il deputat olursan, 10 il millət vəkili olursan, ağzını açmırsan, heç nə demirsən, deputat seçilmədikdən sonra başlayırsan ki, nələr var, nələr var. Deyir ki, Washington Post elə yazıb, Washington Post belə yazıb. Brad Steve Kebbels qəzeti yazıb ki, Milli Şurada bir dənə də düşüncəli adam yoxdur. Bunlar vaxtı ilə hakimiyyətə gəlmiş, hakimiyyəti qoyub qaçmış, ölkəni vətəndaş müharibəsi qarşısında qoyub qalmış insanlardır. Mənim əziz xalqım, heç vaxt söz pəhlivanlarına, sizə ortada qoyub qaçanlara inanmayın. Burada İqbal Ağazadə dedi ki, qalxmalı da ayağı dəyişiklik olmalı. 2003-də qabağa düşmüşdü. Xalqı dalınca apardı, sonra dedi ki, məni zor elədilər, mənimini yenədi. O da qoydu, qaçdı. Bunların bir adətidir belə qoyub qaçmaq xalqı. Acamaat, bilin, əgər bu insanları siz seçsəniz, sabah onlar sizi yenə də qoyub qaçacaqlar. Necə vaxtında Əbülfəz Əliyev qoydu, qaçdı. Sonra deyəcəklər ki, daxildə düşmənlər var idi, xaricə düşmənlər var idi. Bütün ölkələrin düşmənləri də var, dostları da var. Ola bilməz ki, hansısı mənə dünyada bir ölkə göstərir ki, onun hamı dostudur. Amerika Birləşmiş Ştatlarında düşmənləri çoxdur. Böyük Britaniyanın da, Almaniyanın da və s. Və bir də deyirlər, mütləq dəyişiklik olmalıdır. Əlbəttə, mən dəyişiklik istəyirəm. Mən prezidentliyə namizəd elə sürmüşəm və istəyirəm bu seçkilərdə qalib gəlib. Amma deyir ki, dəyişiklik olmayanda totalitarizm olur, avtoritarizm olur. Məgən Kohl 16 il Böyük Britaniya, Almaniyanın kansleri oldu. Almaniyada avtoritarizm, totalitarizm şey oldu. Thatcher neçə müddət ölkəni idarə elədi. O Böyük Britaniyada avtoritarizm, totalitarizm oldu. Və dəyişiklik namı, dəyişiklik olanda, düz deyir, ərəb baharı kimi olur. Xalqı qırdılar, ərəb dünyasını bir 50 il azı, 100 il maksimum yerə atdılar və indi də deyirlər ki, biz ondan, mən adam tanıyıram ki, müxalifət lideri deyildi, kəş Bakıda bombardman eləyədilər, biz də biraz hakimiyyətə gələydik. Hayla gələn, vayla gələn. Mursinin taleyini qoysunlar öz göz qabaqlarına və Azərbaycanı, Bakını heç kəs bombardman etməyəcək. Çünki xalq var. Prezidentlə qeyd alınmış namizəd Araz Əlizadə sizin təşviqatın üstündə ayrılmış ödəniş efir vaxtı bitdi. Dərin masa iştirakçılarına təşəkkürümüzü bildiririk və hörmətli tamaşaçılar bir daha xatırladırıq ki, 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtı çərçivəsində dərin masanı izlədiniz və bir daha qeyd edirik ki, hər həftə 3 saat ictimai radioda, 3 saat ictimai televiziyada namizədlər üçün ödənişsiz efir vaxtı ayrılıb. Həftənin tək günləri saat 21-də ictimai radioda, cüt günləri saat 19-da ictimai televiziyada siz 9 oktyabrda keçiriləcək prezidentliyə namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtı çərçivəsində dəyirmi masanı izləyə bilərsiniz. Salamat qalın.